Çox vaxt itirməyək. Onun üçün mən başlayacağım testlərin izahına. Düzdür, mən sənə orada əçob, əbob hissələrini izah eləməmişəm. Amma testlərimizi də işləməliyik. Onu Ben biraz testlərə bax. bilmiyorum. Hə, biraz testlərimizə baxaq. Sonra artıq ona da vaxt ayıracağım, dərsə də ayıracağım. Bizim axı vaxtımız çox azdır. Nə qədər işləyə bilsə işləyərik. Bir dənə də paint açım, post eləyək. Elə mən sual da götürmüşəm bura yanından işləmək üçün. Deməli, birinci sualımız. Görsənir ekranı. Bəli, yok. Deməli, ədədi 17-yə böldükdə natamam qismətdə 3 qalıqda isə 16 alınır. Bu ədədi tapın. Yəni ədədimiz olsun x. X-imizi böləndə 17-yə, deməli bölən qismət 3. Nə üçün natamam qismət deyir? Çünki tam qismət alınmayıb. Burada qalıqla alınıb. Ona görə biz onu o cür adlandırırıq. Oldu qalıqda 16. Deməli biz burada x-i tapmaq istəyiriksə, x-imiz bərabərdir 17. Bu ikisinin hasili vurulsun 3, üstə gəlinsin 16. Bu da bərabərdir 51 üstə gəlinsin 16. Niyə belə pis gündə yazır? Hə. Qrafik planşetlə elə yazıram ki, elə bir mouse'la yazıram. 67 cavab oldu D variantı. İkinci sual. Ədədi 19-a böldükdə natamam qismətdə 3 alınır, qalıqda isə 14 alınır. Bu ədədi tapın. Yenə də eyni tip sualdır. X-imizi deməli böldüyümüz zaman 19-a bərabərdir 3. Qalıqda da 14 alınır. Burada da x-i tapırıq. X-imiz bərabər olur 19 vurulsun 3 üstə gəlsin 14. Buna aid sualım var. 57 üstə gəlsin 14 bərabərdir 71. Y bəndi. Sonra ədədlərdən hansı 18-ə qalıqsız bölünür? Dərsi oxumusan yəqin ki. Dərsi hansı bölmə deməli qaydalarımız var idi? Ədədin bölmələri. Mən onu sənə hətta konspekt kimi də göndərmişdim. İkiyə bölünmə. İkiyə bölünmə necə idi? Danışa bilərsən, deyə bilərsən nə idi ikiyə bölünmə? Mən misallar bir işləyəcəm, amma suallar da soruşacağım. Nə? Benim sonu 0 ve 2 ile biten de. Yəni cüt ədədlər. Sonu 0 ilə 2 ilə bitməyən, amma cütlərdə var axı. Cüt ədədlərdə var. Düzdürmü? 3-ə bölünmə əlaməsi nə idi? Rəqəmlərinin rəqəmlərinin Cem. cəmi 3-ə bölünən De bölünen ədədlər. ədədler. Oxumamısan dərsi? Da bax anandan danışaram. Oxumamısan. 9-a bölünmə. 9-a bölünmə əlamətləri. Rəqəmlərin cəmi 9'a bölünür. Ay sağ ol. Sonra 4-ə bölünmə necə idi? Ee, Ədədin necə idi 4-ə bölünmə? Ədədin son 2 rəqəmi 0 olan, bir də ədədin son 2 rəqəminin əmələ gətirdiyi ədədlər bölünsə 4-ə. var var. 8-ə bölünmə necə idi? Baxmamısan heç atdığım misallar işləməyə çalışmısan, hə? Ona görə belə olur. Var var. Başa düşürəm. 5-ə bölünmədə son rəqəmi 0 ilə 5 və 5-ə bölünənlər 6-ya bölünmə isə 3-ə bölünən ədədlər cütdürsə əgər. Axı nə üçün? Çünki 6 2 ilə 3-ün hasilinə bərabər idi. Burada isə bu niyə 19 yazıb? Ha yo 18 üçüncü sualdır. Özüm çaşdım. 18-ə bölünmə. Deməli biz bilirik ki, bunu belə işarələyim. 18 bərabərdir 2 vurulsun 9. Həm də bərabərdir 3 vurulsun 6. Amma biz bunu istifadə edə bilmərik. Nə üçün? Nə üçün biz bunu istifadə edə bilmərik? Çünki hər ikisi qarşılıqlı sadə olmalıdır. Burada isə 6-mız mürəkkəbdir. 2 ilə 3-dür. Yenə də 3 təkrarlanır burada.
Onun üçün də biz bunu istifadə edə bilmərik. Aydındır mı bu hissə? 2-yə bölünmə əlaməti nə idi? Sonu 0, 2, 4, 6, 8 ilə bitənlər 9-a isə cəmi 9-a bölünür. Hal-hazırda təkrarladıq. İndi bir-bir baxarıq hamısına. Ee, toplayırıq. 8 üstəgəl 4, 12. 12 üstəgəlsin 3. 15. 10, 11, 12, 13, 14, 15. 15 9'a bölünmür. Deməli A-nı sildik. Bir dənə C-yə də baxaq. Sonra B-yə baxarıq. 4 üstə gəlinsin 7. Üstə gəlinsin 7. Üstə gəlinsin 5. Üstə gəlinsin 4. Bərabərdir. 11, 14, 18, 23, 27. 27 də 9'a bölünür 3 alınır. Deməli cavab C variantı. Da bunu bilirdim deyə vaxt ayırmayaq o birlərini. Bir dənəsinə baxdıq, alınmayan nümunə. Burada oldu C bəndi. Ədədlərdən hansı 15-ə qalxısız bölünür? Bunu sən işlə görün, burada necə olacaq? De görüm necə işləyirik burada. 15-ə bölünmə necə idi? Yəni 15 nəyə bərabərdir? 3 vur 5. 3 vur 5-ə bərabərdir. 3-dən 5 qarşılıqlı sadələrdir. 3-ün əlaməti nə idi? 5-in əlaməti nə idi? Təkrar bir dedin. 3-ün əlaməti Aha. rəqəmlərin cəmi 3-ə bölünürsə, Aha. Düzdür. Rəqəmlərinin cəmi. 5 isə 5-də son rəqəmi 0 və 5-də. ay sağ ol. Bunlarda 0 ilə də 5 bitənlər. Biz baxırıq ki, burada rəqəmlərinin cəminə baxmaq olacaq. Nə üçün? Çünki hamısında 0 və 5-lərlə bitir. Burada elə A-ya baxsaq, 6 üstəgəl, 4 üstəgəl, 3 üstəgəl, 7 nə elədi? 20. 20. 20-də bölünmür. B-də də 3 üstəgəl 10, 13 ilə də 7, 20 yenə bölünmür. Bunlar 7 ilə şifahi tapdım bunu. C variantı da necə olur? 20, yenə 10, 10, 16, 22. Neçə olur? 10, 10. 20, 20 ilə də 2, 22. Bu da olmur. Düzdürmü? Bir Hə, dənə baxaq D-yə. D variantında da 3 üstəgəlsin, 4 üstəgəl, 7 üstəgəl. Burada necə olacaq? 8. 18, 18 də bölünür. Bəli. Deməli cavabımız oldu. D bəndi. İndi 5-ci suala baxaq. 5-ci suala baxaq. 5-ci sualda x-in hansı qiymətində 2x çox yolda oxundu deyil. Yaza bilmirəm. 2x 2x 3 5 4 bu bölünür 9-a. Biz ümumiyyətlə bilirik ki, misallarımızı həll etdiyimiz zaman biz orada toplamalıyıq bütün hissələrimizin, bütün qiymətlərini toplamalıyıq. 4. 2 üstəgəl x üstəgəl 3 üstəgəl. Sən bu testləri işləmisən heç? Xeyr. Hə, işləməmisən. Hə, başa düşdüm indi. Heç nə. İndi Cavab 7. burada baxım görüm cavab nə idi? Ay sağ ol, 4-dür. 7 düzdür. Düzdür, düzdür. Bunu neyinirik? Yəni bölürük 9-a. Burada olur 14 üstəgəlinsin x bölünsün 9. Burada da ancaq 4 ola bilər. Bölünür, olur. Cavab burada 2. O da deməli 4'ümüz oldu diye 2 oldu. Cevap oldu 4. Düzdür. Ay, dəqiqə. Və mən bütün ekranı buradan təmizləyim. Yer tutmasın. Hə, dəftərimizi. Baxaq 6-cı suala. 6-da deyir ki, ədədi 8-ə böləndə qalıq hansı ədəd ola bilməz? Ədədi 8-ə böləndə qalıq hansı ədədlər ola bilər? Birinci bunları biz həmişə bilməliyik ki, bizdə mütləq özündən, yəni
Kiçikləri götürməliyik. Burada ola bilər 0, 1, 2, 3, 4, 5, 6, 7. Bunlar cavabların hamısı burada var. Bir dənə ola bilməz 9. Yəni ki, özündən kiçik olmalıdır. Bölənimiz qalıqdan böyük olmalıdır. Qalıqdan. Yəni başa düşdünmü? Bəli. Hə. 7-ci suala baxaq. 7-də deyir ki, ədədlərdən 2-yə və 5-ə tam bölünənini göstərir. 2 ilə 5-ə bölünmə o deməkdir ki, burada 2 ilə 5-in yəni hasili 10-dur. Cavab Mütləq 7 var. ha da 7. Burada başqa heç nə yoxdur. 8. Ədədlərdən 2-yə və 3-ə bölünəni. 2 ilə 3-ə bölünəni. Yəni 6-ya bölünmə əlaməti hansı olmalıdır? Burada sadəcə cəmə baxacağıq. Sonu 0, 2, 4, 6, 8 olanlar hamısı da elə bir dənəsi yoxdur. Hı. Cavab A. Ay sağ ol, düzdür. A. Elə birlikdə işləyək. 9-cu sual. 9-da deyir ki, kitab, dəftər, qələm birlikdə qiyməti 16 manatdır. Kitab üstə gəlinsin, dəftər üstə gəlinsin, qələm bir yerdə bərabərdir 16 manata. Və hər birinin qiyməti 2 manat artsa, hər birindən bir ədəd almaq üçün nə qədər pul lazım olar? Hər birinin qiymətini elə biz bunu istifadə eləyəcəyik sonra. İndi hər birinin qiyməti ayrılıqda 2 manat artıraq. Bu birincisini artırdıq, üstə gəl. Dəftəri artırırıq ikincisini, üstə gəl. Karandaş, kitab, karandaş nədir? Kitab, dəftər, qələm. Qələm üstə gəl 2 bərabərdir. Bunu deyir artırdıqdan sonra hər birindən bir ədəd almaq üçün nə qədər pul lazım olar. Biz burada ikiləri ayrıca topluyoruz. Oldu bizdə deməli K üstəgəl, D üstəgəl, Q üstəgəl 6 bərabərdir. Biz bayaq yuxarıda bunu yazmışdıq ki, istifadə eləmək üçün. Bu da bərabərdir. 16 üstəgəlsin. 6 bərabərdir 22 manat. Qəşəng bir sualdır, amma asan sualdır. Başa düşdün bu sualı? Bəli. Aysən. İndi biz bu səhifəni bağlayaq. Mən əslində dərsi də keçməliyəm, ikinci dərsimizi də. Bilməm, amma test işləmək istədim. İkinci dərsi də keçəcəm. Bugün biraz əziyyət oldu qoşulmaqda. Dedim, qoy testlərimizdən geri qalmayaq. Amma testləri də izah elədikcə, elə nələr varsa, sonra yükləmişdik də biz bayaq. Bir dəqiqə. Hə. Past eləyək yenə. Yox. Yəni, açım. Hə. Deməli, hansı sual idi? Olmaydı da, hə. Hı. Hı. Belə. Ədədlərdən hansı təkdir? 10-cu sual. Hansılardır bunu sən işlə? 55, Aha, düzdür. 63, Düzdür. 103, Sonra 199. düzdür. Deməli, 4 dənə. Ədədi 7-yə böldükdə qalıq hansı ədəd ola bilməz? 8, Düzdür. Ulduzun yerinə hansı rəqəm olmalıdır ki, 643 ulduz 9-a bölünsün. Bunu da sən işlə. Bayaq işləmişdin bunu oxşarını. bəli. 400, olmaz.
Ha. Nə qoysaq, toplasaq 9-a bölünər. 11-ci sualda. Son 3 rəqəmini əmələ gətirdiyim hesablayır müəllim deyəcək. Nə, asandır ki bu. Bir dənə 5 əlavə eləyirik də. Hə, sən özün işləyirsən. 13-ü də işlə. 13 də onun kimidir. 14-ünü də izah eləyəcəm. 12-ni də işlə, 13-ü də. Müəllim tapdığım cavabları deyim. Aha, dinə. Müəllim 12-də 6, 4, 3, 5. Bunların cəmi 18 olur. Düzdür. 9-a böldür. Hı hı. 13-cü sualda da 5, 5, 6, 2. Y. Ah, düzdür. Düzdür. Da həll eləmirəm. 14-də onu eləməmsən də. 630 ədədini necə hesablayırıq? Qısa yolu var bunun rahat. 630-un yerinə 63 vurulsun 10 yazırıq. Bərabərdir eləyirik. Ee, Bu mürəkkəb ədəddir də. 63-ü ayırırıq. 7 vurulsun 9-a. Onu da ayırırıq. 2 vurulsun 5-ə. Bu da bərabərdir. İçini önə gətiririk. 2 vurulsun. 9-un yerinə yazırıq. 3-ün kvadratı vurulsun 5, vurulsun 7. Müxtəlif dediyi üçün burada ümumiyyətlə sadə vuruqların sayı 1, 2, 3, 4, 5 dənədir. Amma müxtəlif dediyinə görə ancaq müxtəliflər sayırıq. O da olur 4 dənə. Cavab olur C variantı. Bunu bilirsən özündə yəqin ki. Evet. 15-ci sual. Bu sualı necə işləmək olar? Sadə, yəni yolu odur ki, mötərizə xaricinə çıxardırıq. Burada 38-i çıxardırıq. 57 çıxılsın 37. Məsələn, bu ikisini bir qruplaşdırdım. Yan-yana da olar. 57-ni də çıxartmaq olar. Sonraki sualda elə eləyərik. Üstə gəlsin 42 vurulsun 57 çıxılsın 37. Bu bir ikisini də qruplaşdırdım.
Aydın oldu. Bəli. Bərabərdir. Bundan sadəcə həll eləyirəm. 38 vurulsun. 57-dən 37-yə çıxanda 20. Sən bilirsən də biz çatdırmaya bilərik çox güman ki. Çünki biz çox az qalıb imtahana. Nə çatdırsa onlara baxa bilərik ancaq. Bilirsən bunu? Bəli. Bu da bərabərdir. Deməli 42 vurulsun 20. Bu da bərabərdir. 20 vurulsun 38. İndi burada da 20'lər çıxardırıq mötərizə xərcindən. 38 plus 42. Buna aid sualım var. 20 vurulsun 80. 1600 oldu. Cavab Y bəndi. Bilməm bu ruçka niyə bu gündə yazır. Sonra 16'ında sən işlə. Mən bunu necə eləmişdim bari? Hə. Nə götürə bilsəm götürəcəm. Belə. Copy. Yəni də açım. Bast. Hə. Belə. 16'nı işlə. Sadə yolla işləməyə çalış. 17'ni sonra izah eləyəcəm. Bu da belə olacaq da 54 vurulsun 37 çıx 24. Aha. Burada deməli 16. 54 Aha. 37 hansını çıxartdın? Mötərizə xərcini. 37 çıx 24. 54 vurulsun 37 çıx 24. Hə 37'ni çıxartdın. Eləmi? 37. Belə elədin. 54 üstə gəl. 46. Hə mən yan-yana elədim. Belə, belə dedin. Xeyr, mən 54 vurulsun 37 çıx 24. Hə 54 vurulsun. Hə, hə, bayaq mən yazan kimi 37 çıxılsın 24. Hə, olar, belə də olar. Üstə gəl. Deməli, bax, bunu qruplaşdırdın sən. Bununla qruplaşdırdın. O birisini neynədin? Üstə gəlinsin. Və gəlsin 54 vurulsun Niyə 54? 54 da bir dənə idi axı. Onu da yazdıq da. 46 çıx vurulsun 37 çıx 24. Hə, hə. 37 çıxılsın 24. Sonra Sonra 50. e, Həll eləyirik də, həll eləyirik. Vurulsun. 37 çıx 24 eləyir 13. Üstə gəl. 46 vurulsun 13. Aha. Sonra nəyi çıxardırıq mötərizə xərcini? 54 13'ü çıxardırıq da. 13 hər ikisində ortaq vuruqdur. yəni 54 üstə gəlsin 16. Bərabərdir. 13 vurulsun. 10 biyaxda 7. 70. Bir görsən biraz çətin getdi bu. Bu nəsə 900 səhv getdi axı burada. Burada hər şey düzmü getdi? Cavab 1300 olmalıydı. Bu nəyə belə getdi? Bir dənə tezdən bunu o bir cür həll eləyək. Bir dənə də sonra baxarıq ona cür həllinə. O nəsə düz olmadı orada. Burada deməli 37'ni çıxardırıq xaricə. Əvvəldən 100 alma 100'ü gördük də. 100 bu daha sərfəlidir həll eləmək. 54. Orada nəsə səhv getdi yəqin. O da düz olmalıydı. Orada 100 alınmalıydı.
Burada da alınır 13. Cavabda C. Mən istəmirəm vaxt itirməyə. O bir cür bir dənə də özün yoxlayıb taparsan səhvi. Belə burada oldu 1300. Bildin bunu? 17-də. 17-də həll edeyim. Çok. Bir dənə izah edeyim. Sonra eləyərsən bunu. Deməli, bizdə məsələn, birinci biz nümunələrə baxaq. Əbob, məsəl üçün, əgər versə 6, 12, bir də əkob versə 6, 12 nələr olacaq? 6, 12 biz bilirik ki, biri digərinin böləni olduğu zaman ən böyük olacaq bizdə burada əbob olacaq 6, ən kiçiyini götürürük. Ən kiçiyi ortaq bölünəndə isə olacaq ən böyük hissəsi 12. Və ardıcıl ədədlərin, bir də ardıcıl tək ədədlərin olacaq 1 əbobu. Deməli, ardıcıl ədədlər, bir də ardıcıl tək ədədlər. Burada olacaq əbob 1-ə bərabər. Çoxdakı hasilinə bərabər olur. Bu nə gün də 1-dir. 1. Mən qələmim nəsə düzgün işləyə bilmir bu gün. Başa düşmürəm səbəbini. Sonra burada misalı həll eləyək. Deməli, biz bayaq da dedik ki, 38 bölündüyü üçün bir dənə təzədən bu hissəni yazım. Çox 19, 38 çıxılsın əbob. Biz bayaq da dedik ki, bu ardıcıl ədədlər. 8 çıxılsın 1, 37 olacaq. Bu da olur. 38 çıxılsın 1 bərabərdir 37-yə. Burada da yəni bölündüyü üçün götürdük. Düzdürmü? Cavab oldu 17-də B variantı. Keçirik 18-ci suala. 18 sualı ən yaxşı işləmək yolu böyük rəqəmləri, ortaq hissələrini mötərizənin xaricinə çıxarmaq, bir növ əkobun qarşısına çıxarmaq. Bu həll yolundan həll eləyə bilərik. Birinci mən misalın özünü yazım. Burada 18-ci sual. Deməli, əkob olduğu kimi köçürüm. 30, 54 çıxılsın. Çağırsan ki, biz 100 dənəsini işləməyə, 80 dənəsini işləməyə çox vermirəm. Hə? Çox oldu. Bir də mənə həllini atarsan. Bu artıq sən imtahan verəcəyin suallardır. Mən sadəcə bu il riyaziyyat götürməmişdim. Ona görə mən bilməyib 11-ci sinifin toplusunu almışam. Xəbərim olmuyor. Yəni belə. O səbəbdən belə bir problem yaranıb ki, mən keçən dəfə az sual verdim. Gördüm çətin suallardı ona görə. Hə. İndi bunu izah eləyim necə işləyirik. Bax, əkob 30-54 biz ən belə hər ikisinin bölündüyü ədədlər kimi götürə bilərik 6-nı. Yəni ki, ən münasib ki, hər ikisi bölünsün. Mötərizə xaricinə ki, içəridə qalan ədədlər sadələşsin. Ən sadə ədədləri qalsın artıq. Yəni mötərizə xaricinə çıxara bilməyəcəyimiz ədədlər qalsın. 36-ya böldüyümüz zaman nə alınır? 5. 54-ü 6-ya böldüyümüz zaman nə alınır? 9. Çıxılsın. Burada da elə eyni ədədlər idi. 6, əbob, 5. Biz demişdik ki, qarşılıqlı burada ədədlər, sadə ədədlər əbobunda. Hə, indi bunu davam eləyirik. 1 alınır da, düzdürmü? Bərabərdir. Heç nə, çox sadə. 6 vur 5 vur 9. 6 vur 5 vur 9. Yəni böyük ədəddə olsa biz onu tez sürətli şəkildə tapdıq. 270 düzdür. Burada da 6 vurulsun 1, 6 vurulsun 1. Bu da 276. bərabərdir. 270 çıxılsın 6 bərabərdir 264-ə. Deməli, burada cavabımız oldu B variantı. 19. Mən bunu silim bir dənə. Silim. Bu mən şəklini çəkib göndərim də. Mən onsuz da bunları ayrıca işləyəcəm evdə. Mən dərsi yazıram. Dərsə baxarsan istəsən təkrar bir də. Bəli.
Dərsi yazıram, YouTube'a qoyuram. Keçən dəfə yazdığıma baxdın. Bəli, bəli. Keçən dəfə belə skrinlərlə göndərmişdim çox səliqəli formada. Bu gün heç vaxt itirmək istəmirəm. Ona görə də şəklini çəkdim. Deməli 19-cu sual. Baxmışıq beləmi xeyli suallara. Bölünəni 4 dəfə azaltdıqda böləni necə dəyişmək lazımdır ki, biz birinci qeyd eləyək ki, bölünən qismət nədir? A bölünsün B bərabərdir C. Birincisi bizdə bölünəndir. Bölünən, yəni bölən qismət. Nəsə oxuya bilirsən yəqin. Və biz burada deməli bölünəni 4 dəfə azaltdıqda bu o deməkdir ki, A bölünsün 4, 4 dəfə azaltdıqda böləni necə dəyişmək lazımdır? Böləndəki bu qismət 3 dəfə artsın, 3 vurulsun C. Bunu nə edirik? Bunu biz belə götürə bilirik də, düzdürmü? B-miz bərabərdir burada. A bölünsün 4, bölünsün 3C. Bu da bərabərdir. Dəqiqə. A bölünsün 4. Bu da bölünsün 3C. Bu da bərabərdir. A bölünsün 4 vurulsun 3 vurulsun C. Bu da bərabərdir. 1 bölünsün 12 vurulsun AC. Biz deyə bilərik AC-nin yerinə 1 bölünsün 12 vurulsun B. Düzdürmü? Biz bu cür də yanaşa bilərik. Və burada da məxrəcdə olduğu üçün olacaq 12 dəfə azalar. 12 dəfə azalar. Belə başa düşdün yəni nələrsə? Bəli, bəli. Əla. Bu beşə. Hə, yox, yaxşıdır. Biraz nazik yazım görüm. Deməli biz bunu tapdıq 19-da. Tapdıq D variantı. Baxaq 20-ci suala. Bu bulaq biraz açıq oldu. 20-ci sualda yəni 19-cu sualı biraz da izah edə bilərəm. Hə, 20-yə baxaq. N hansı qiymətlərində əkop N10 10-a bərabərdir. 2, 5, Burada hə 1 2 5 10 vaxtımız çox getməsin. 21-ci sual. Budur, bu da elə eyni. 1 2 5 10. Yəni bu birlər ola bilməz heç biri. Düzdürmü? Sonra 22-ci sual gördüyümüz kimi əkop sualıdır. Vaqifin addımı birincisi olsun Vaqif. Hoşuma gəlmədi bunun qalınlığı. İkincisi də olsun Sabir. Sabir. Bu Vaqif. Bu da Sabir. Deyir ki, hansı ən yaxın məsafədə onların hər ikisi tam sayda addım atar? Əbab ola bilməyəcək, çünki onlar ortaq düşməyəcəklər. Biri həmişə 10 sm qabaqda olacaq. Bu böyle başlayanda 80, gələndə bu gələcək 70. Bu gələndə 80 üstündən 80 gəlib 160 dən gələndə bu gələcək 140. Bu 160 üstündə 82 240 gələndə bu gələcək 140 üstə gəlsin 70. Ha belə davam eləyəcək. Amma heç vaxt bunlar uyğun gəlməyəcəklər. Düzdürmü? Hı. Sonra belə. Bu gələcək 280. Bu da bu
gələcək 320. Görsən heç yerdə yəni uyğunlaşma yoxdur. Deməli biz burada tapacağıq əkobu. İndi tapaq əkobunu. Deməli əkob 80, 70 bərabərdir. Onu qabağa çıxardırıq. Əkob 8, 7. Bu da bərabərdir. Biz bəxş edirik ki, ardıcıl ədədlər bizdə olacaq. Ə, Bunların hasili. Bu da bərabərdir. 560 santimetrdə. Bunlar uyğun gələcəklər bir-birinə. Cavab oldu C variantı. Başa düşdünmü? Bu neçənci sual idi? 22. 22. 23-cü suala baxaq. 23. Xeyli sual işləmişik ama. Deməli, bu məntiqi sualdır. 100 çıxılsın 99. Üstəgəl 98 çıxılsın 97, üstəgəl 96 çıxılsın 95, üstəgəl 3 nöqtə, üstəgəl 2 çıxılsın 1 bərabərdir ifadəsini hesabla. Belə sualların həlli üçün rahat bir dənə yol deyə bilərəm. Kiçik bir ədədlərdən istifadə edib bunu yoxlaya bilərsən. Məsələn, 6 çıxılsın 5 üstəgəlsin. Bu görsən bunlar arasında məsafələr yenə də var. Burada təkrarlanmalar demək olar ki, yoxdur. 4 çıxılsın, 3 çıxılsın, üstəgəl. Bir dənə üstəgəl çıxılsınlar fərqləri var. Elə bir hissə isə çıxdıqca orada bir dənə də üstünə gəlirik. Belə bitdi. Biz buradan görürük ki, cavabımız eləyir. 6-dan başlamışdı. Cavabımız eləyir. 1 üstəgəlsin, 1 üstəgəlsin, 1 elədi 3. Buradan bir dənə qanuna uyğunluq tapdıq ki, 6-nı 2-yə böləndə 3 alınır. Deməli, biz bu boyda misalımızı daha rahat həll eləyə bilərik. Bir dənə sadəcə bu 100-ü bölə bilərik, deməli 2-yə. 100-ü bölürük 2-yə, bərabərdir 50-yə. Cavab olur D variantı. Başa düşdünmü? Əla. İndi biraz da suallara baxaq. Mən mütləq dərs də keçməliyəm də, hər halda. Bir dənə elə test işləmək də düzgün deyil. Deməli, burada tapdıq D variantı. 24, amma olmağına mən dərs, elə bir testlərin içində dərslə danışmışam, məncə. 24-cü sual qəşəng sualdır. N bərabərdir. 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4 vurulsun, 5 vurulsun, 6 vurulsun, 7 vurulsun, 8 vurulsun, 9 vurulsun, 10. Səbrimiz qalmadı. 27 ədədini, bu boyda ədədi 15-ə bölünməsinin alınan qalığı tap. Biz buradan görürük ki, 3 vurulsun 5, nə elədi? 15. 150. Əgər biz belə bir qaydamız var ki, riyaziyyatda, əgər vuruqların içərisində, yəni çoxlu vuruqlarımız olduğu zaman, əgər vuruqlardan heç olmasa bir neçəsi bölünürsə artıq, deməli həmin hasilin özü də tam bölünmüş sayılır. Bunun üçün də biz sadəcə 27-ni 15-ə bölürük. Böldüyümüz zaman tapdığımız qalığımız bizim cavabımız olmuş olacaq. Aydın oldu mu? 12-dir qal. Hı. Cevap oldu 12. Bunu bilirdin. Bizə Sualı bilirdin. qalıq xeyir. 25-ci suala baxaq. N'imiz bərabərdir. 1 vurulsun, 2 vurulsun, 3. Yenə də eyni məsələ. 6 vurulsun, 7 vurulsun, 8 vurulsun, 9 vurulsun, 10. Üstə gəlinsin. 32 ədədinin 32 ədədinin 18-ə bölünməsindən alınan qalığı tapın. Yenə də biz burada tapırıq ki, burada bizim A. 9 vurulsun Tamam. 2-miz, 18-imiz var. Deməli tam olaraq bölünür. 32-ni bölürük 18-ə. Hə, düzdür. Düz dedim. Cavab oldu A variantı. Sonra baxaq. Burada çoxlu təkrarlanan asan suallar var. Burada qurtardıq ki biz. Burada heç nə yoxdur.
Hansı sualda qaldık ki biz baya? Hə, peki. Bak görsənmi təkrar suallar var burada. Maraqlı suallar deyil bu. İmtahanda da indi asan suallar olacaq da yani. Hə, Asan sualların balı az. hə normaldır da, olar az. Bu ədəd deyir 3-ə tam bölünür. Bayaqçı kimidir. A, B-nin cəmi hansı ola bilməz? 4 üstəgəl 5, üstəgəl 7, üstəgəl A, üstəgəl B bölünsün 3. Bu da bərabərdir. 16 üstəgəlinsin. A üstəgəl B bölünsün 3. Hansı ola bilməz? Hamısı ola bilər, bir dənəsi ola bilməz. A plus B-ni bir dənə götürürük də, bir dənə də 2. Nə ola bilməz? 8 ola bilər. 24 bölünür də. 2 ola bilər. Eşidirsən? Bəli, səsi açdım indi. Hə. 8 müəllim olar, 2 ola bilməz. Biraz da düşün. 2 niyə ola bilməz? 18 3-ə bölünmür. Eyni ədəd olaraq müəllim. Bax, bir-bir yoxlayaq. 16 üstəgəl 8 bölünür də. Düzdürmü? Cəmini soruşur, ümumi cəmi soruşur. Eyni ədəd söhbət getmir. Bir dənə x-dir bu A plus B, elə bil ki. Başa düşdün? 18 bölünür də. 16 üstəgəlsin 9 bölünmür. 25 bölünmür. Başa düşdünmü? Bəli, Doğrudan başa düşdün yoksa yalandan deyirsən? mən başa düşdüm müəllim. Hə. Sonra. Hə. Baxaq 27-yə. 27-də necədir? 2A, 3B, 8. Ədədi 3-ə tam bölünür. 2 üstəgəl, 3 üstəgəl, 8 üstəgəl. Aha, 23-ə bölünmüş. düzdür. Baxaq 28-ə. Asan sualdır. 28 ilə 29-u sən də işləyə bilərsən. İşlə görüm. İşlə dinlə cavablarını. Biraz tez-tez bax ki, heç olmasa bir 50 dənə suala baxa bilər. Əslində 50 dənə çoxdur. Heç olmasa bir 35 40 dənəyə baxa bilsə tez. Biraz dərs də keçərdi. Amma bazar günü də qoşulacaqsan da. Bu həftə heç olmasa bir 90 dənə sualı bitirmək lazımdır. Hələ hamısını bitirsək lap yaxşı olar natural dərdi. Bunu bitirə bilsə hamısını.
11-ci Bir sinifin də cavab, nəfəslərinə baxarım. 28-də cavab cavab A. düzdür. Düzdür, 29-da 9-1. 29-da sən işlə. Asanları sən ver. 29-da işlə. Cavab 5B. Cavab B. 29-da cavab deməli oldu. Bir də həmən təkrar yazım. Mən cavab qeyd eləməmişim orada. 2 vurulsun 3 vurulsun. Cavab 5. Niyə? Axı belə 4 dənə alındı. Bax, 6-ın yerinə 2 vurulsun 3. Başa düşdün? 8-in yerinə də 2 üstü 3 yazmışam da. 35-in də yerinə 5 vurulsun 7. Buradan da bu biri 2 üstü 3'tü. Biri de 2 üstü 1'di. Bunlar toplayanda 2 üstü 4 ederdi. Bu 3, bu 5, bu da 7. 4 tanedir. Y bendedir. Başa düştün? Evet. 30-cu sual. Bölünəni 15 dəfə artırıldı. Bölünən. Birincisi böyüyü 15A. Qisməti 5 dəfə artması üçün qisməti burada lap yazaq da. Bölüncə dəyişmək lazımdır. Belə də yaza bilərik, düzdürmü? Evet. Qismət burada da ola bilər, burada da. Burada ixtisar gedir, qalır 3. 3A, C, B. 3 vurulsun B. 3 dəfə artır. B variantı. Aydındır mı? Evet. Birinci səhifəni bitirdik. Bir şey ikinci səhifəyə. A ədədi B-nin böləni olarsa, əbab AB-ni tapın. AB-nin böləni olarsa. Yəni nə deməkdir? Biz dedik kimi bayaqlar işləmişdik də. Əbab 6, 12. Nə vermişdi? 6'nı vermişdi. Düzdür mü? Hə? Burada AB'nin böləniydi də. Bölən, bölünən. Bu da oldu cavabımız. Deməli cavab oldu. Əbab AB bərabərdir A'ya. Cavab oldu. Deməli çıxmışdı. Hayır, geldim.
Ha, mən ekranımı göstərmirəm. Sən mənim ekranımı görməmisən ümumiyyətlə. Görmüşəm mən. Hə, mənə burada ekranımı yenə də göstər sözü. Hələ indi bastım. Ona görə soruşuram. Ha, görünürdü məni bayaq. Hə, indi çıxmısan yoxsa çoxdan? Çıxdım mənim. Hə, bu kimi. Hə, heç nə. Əbab AB A-nı verir. Bunu soruşurdu. 32-də. Hə, A və B müxtəlif sadə ədədlər olarsa, biz dedikdə bayaq. Əbab AB nəyi verir? 32-də. Biri verir. C bəndi. 33-də. A ədədi B-nin böləni olarsa, Əçub AB nəyi verir? Abur Bey. B-ni verir. Heç bu yazmama ehtiyac yoxdur. Bayaqlarında biz baxmışdıq. 34-də. Qarşılıqlı sadə olarsa, Əçub nəyi verir? Nə dedik biz burada? Çok abur Bey. Ay sağ ol, düzdür. Görsən necə sürətlə gedir suallar. 35-də biz bunu öcün çoxlu-çoxluna məşq elədik. Ki hansı düzdür, hansı səhvdir, hansı doğru deyil. Təklə cütün hasili təkdir. Təklə cütün hasili cütdür. T vurcu bərabərdir C-yə. Deməli cavab oldu A. 36. O birilərine də baxmaq olar, amma kilərin öcün çox müzakirə eləmişdik. 36. Təşriflərdən hansı həmişə doğru deyil? Tək ədədlərin hasili təkdir. Hə, cüt ədədlərin cəmi cütdür. Düzdür. Düzdür. Hər biri 5-ə bölünən natural ədədlərin cəmi də 5-ə bölünür, yox. Düz deyil. Yəni, bu düz olmur. Yox, düz olur axı, yox, düz olur. 5 bölünürsə, 5 ilə 10, 15, 15 də bölünür. Düzdür, düzdür. Nisbəti 3 bölünsün 7 natural olmur. D'dir, D. D'dir. Əçob 60, 175. 37-ci suala baxın. Əçob. Xeyli suala baxmışım onu. 60, 175 bərabərdir. Amma sən mənə arxayın olma. Ki, mən əgər 40 dənə suala baxmışam, bu demək deyil ki, sən də baxmısan. Sən özün oturub bunları işləməlisən hamısını. İkinci dərsimizdə elə çatdıra bilmirəm, təəssüf ki. Gələn dəfə gəldim. Heç də burada biz ortaq vuruq çıxardırıq da. 5. 5 çıxartmaq olar. 60-ı 5-ə bölürük. Burada eləyir 12. Bu birisi də olur 35. Bərabərdir. Hamısını bir-birinə vururuq. 5 vurulsun 12, vurulsun 35. Bərabərdir. 60'ı vururuq 35'e. Eləyir 2100. Hə. D variantı. Elə. Mən nə elədim indi? Hə. 30, 8. Böləni 8 dəfə artırdıqda bölünəncə dəyişmək lazımdır ki, qismət 3 dəfə artsın. İşləmişik bayaq. 39-da 40-da 39 da sən işlə 38-i də. Bayaq biz 39 keçən dəfə çox işləmişdik. 38-dəki bayaq baxmışıq. İşlə bunu bir dənə dinə. Görün bilirsən. İşləyə.
24 dəfə azaltmaq lazımdır. B. 38'də niye azaltma? Niye azaltma? Cevabı düz tapmısan ama cevabı düz tapmamışsan. Həllini düz eləmişsən, cevabı düz tapmamışsan. Deməli, belədir də bu. A bölünsün B A bərabərdir C. A bölünsün 8B bərabərdir 3C. A da bərabərdir 3 vurulsun 8 BC. Yəni bu yerinə 3 vurulsun 8 vurulsun A yaza bilərik. Bu deli 24 dənə A. Yan yana da axı burada aşağıda olsaydı əgər azalma olardı. Burada yuxarı hissədədir. Artım gedib burada. 38'də A olur. Başa düşdünmü? Məxrəcdə olanda azalmadır. Tərs mütənasib görsənir bu ikisi. Bax bununla bu tərs mütənasib qalır aşağıda olsaydı. Bu ikisi də yan yanadılar axı. Bu ilə bu eyni məsafədədirlər. Cavab olacaq A bəndi. Başa düşdün? bəli. 39. N və N tək ədədlərdir. N və N tək. Hansının qiyməti cütdür? Bunu sən işlə. Bunu bilirsin. Cavab B. Deməli, 39'da cavab B düzdür. Mən işləməyəcəm. İşlədim düzgün. 40'a baxaq. Deməli, M ədədinə asan sualdır. 13 əlavə elədikdə alınan cəm 50-dən 27 dənə də vahid kiçik olarsa M-i tap. M üstəgəlsin 13 bərabərdir 50 çıxılsın Cavab 27. Cavab Bu eləyir 23. M də 7. eləyir 10. Cavab olur Y bəndi. Düzdür. Hı? Bəli. Tardı 40 tane suala baxdıq. Bir saatimiz bitib. İstəyirsənsə qal, mən təzə dərsi keçim. İkinci dərsi. Ya da bazar günü baxaq. Yorulmusanız. Bazar günü baxsam yaxşı olur. Hə? Onda bir dənə belə bir şey deyək. Baxaq buradan hansı sual? Bir iki dənə suala baxa bilərik. Hansı suala ehtiyac var baxmağa? Baxın. Hansı məsələ sənə çətin gəlir? Heç bir müəllim asan suallar oxşuyur. Burada yaş məsələsi var məsələn. Toğrul Arifin 5 ildən sonra yaşlanan cəmi 29. Bu necə işləyirik? Yəni üstündə göstərir. Bunu belə yazacağıq da. Məsələn 42-ci sualda. Hər ikisinin yaşının üstünə 5 gəlirsən. Toğrula da 5 gəlirsən. O birisinə də 5 gəlirsən. Arifə də 5 gəlirsən. Bu da bərabər olur 29-a. Bu da 29 ters. çıxılsın 19. Ay sağ ol. Deməli 42-də oldu 19A. Haydi. Elədir. O 43-ü sən işləyərsən. Sonra başqa burada nə çətin var? 50-yə kimi. Bax, 53-dəki sual yenə də həmçinin, yəni məlum məsələ. Nədir? Nəyə tapırıq 53-də? Ə, Ç, Əkon. Əkö bu tapırıq. Düzdür. Sonra da çətin bir şeylər yoxdur. Müxtəlif sadə vuruqlar da bayaq izah elədim. Burada da yenə müxtəlif sadə vuruqlardır. 6-ya bölünmə, 2-yə 3 bölünməkdir. Demək olar hamısının üstündən keçdik. Burada əkop 42-68-də burada nə etmək lazımdır? 2-ni mötərizə xaricinə çıxardırıq hər iki əkop əbobda.
Yəni 2 vurulsun əkop. Ee, Burada olacaq deməli 21, 34. Və bu formada davam edib işləyəcəksən. Yaxşı. Bir dənə də sual var. Bir 55-ci sual. Bunu bilirsən, neçə təminlik var? 530 min dediyimiz anda dayanıb sola kimi olan hissəni götürürük. Olur 530. Y bəndi. Belə. Burada da dediyimiz kimi əçobu tapırıq. Onu mötərizə xaricinə çıxardırıq və burada neyinirik? 53'te. 9'u 8'e vururuq olur 72. Bu da olur 720. Cevap olur Y bəndi. Yaxşı. Dərsimiz bitdi bu günlük. Sualın yoxdursa çıxa bilərsən. Ben pazar günü olacaq. Hə, bazar günü olacaq. Oldu. Çox sağ ol. İndi birdən nəsə olsa şənbə günü nəsə ala bilərəm. Xəbər verərəm. Ben. Oldu. Sağ ol. Gecən xeyrə qalsın. Dərsi yazıb Sağ ol. bitirib göndərəcəm linkini. 50 dənə sual, 50 dənə yox, 40 dənəyə baxdıq. Qalan 50-60 dənə də işləyərsən bitirərik. Amma bir gün qalıb da məsafədə. Cəbələ eləyək. Səhəsinə kimi işlə. 40 dənə işlə əlavə. 40 dənə bu gün baxdı, 40 dənə də sən işlə. Çatdırmasan da 60 dənə işlə ümumi. Birdən 60-a kimi. Ben 80'e çıkmıştım. Birdən səhəsinə kimi işlə. Ben. Birdən səhəsinə kimi. Nə var ki, işləyərsən, asandır. Həm də dəfələrin üstündən getmişik. Oldu. Gecən xeyrə qalsın, çıxa bilərsən, sağ ol. Sağ ol.